Bu gün məktəbdə baş verən Bəli. neqativ hadisələrdə məktəb adlı müəssisənin sadəcə 10% payı ola bilər. 90% evin payı var burada. Bir hadisənin bir yerdə törədilməsi o yeri günahkar eləyə bilməz. Elə şey yoxdur. Bu adam mənim yanımda bir şey eləyirsə, Bəli. mənim burada nə günahım ola bilər ki? Və indi də bunu ötürəcəklər psixoloqlara. Deyəcəklər ki, məktəbdə psixoloq görüşdü, psixoloq görüşmədi, psixoloq çatdırmadı, nazirlik işi düzgün qurmadı. Bunlar yanlış söhbətlərdir. Belə şey yoxdur. Evdə uşağı elə bir şəkildə təchiz eləyib sən onu məktəbə göndərəsən ki, uşaq gəlib sənə deyə bilər ki, filan müəllim bizlə yaxşı davranmır. O zaman onu o sinifdən çıxardarsan, hətta o məktəbdən çıxardarsan, başqa bir məktəbə qoyarsan. Uşaq səni yönləndirər. Amma nə müəllim tərbiyə vermək üçündür, nə psixoloq tərbiyə vermək üçündür. Və psixoloqlara da deyə bilərik ki, özünüzə o məsuliyyəti götürməyin. Yəni mən bu uşaqla məşğul olacağam. Əslində hər şey ailədən başlayır. Əla olacaq. Xeyr. Bayaq dediniz, valideyn uşaq körpü. Körpünü psixoloq olacaq. Körpü müəllim olacaq. Əsas dirək valideyndir. Və valideyn orada köməkçi vasitə ola bilməz. Valideyn əsas vasitədir. Və məktəb deyəcək ki, zəhmət olmasa valideyn gəlsin. Gəlmirsə, Bəli. başqa tədbir görəcək. Yazıqdır uşağı alıb, yəni sanki uşaqda problem varmış kimi davranmaq düzgün deyil.